Selam gençler. Hoş geldiniz. X. Neyse. Selam dostlar. Bugün sizlerle beraber ne edeceğim? Ne edeceğim? Yan hesabımda 3. yan hesabımda kupa kasacağıq. Evet. Kupa kasacağıq. Burada benim altınlarım var. Ben ne alım? Qəşəng bir şey almaq istəyirəm. Ne alım? Görürsün gözüme hiçbir şey qəşəng gəlmir. Bence qalsın hələ yığıram almayacağım. Baxın 3. yan hesabım, yəni birinci yan hesabımdır. İkinci 1168 ultra zengin ultra pro hesabdır. Bu üçüncü de 12 kupaydı. SCK Hüseyin'di bu da. Ama dördüncü 3247 kupalı bacımın hesabı da, onu da burada kalmışam. Onu da ben kasıram, burada saxlamışam. Bacımın telefonunu, yani bacım atamın telefonunda baxır, o telefonda da var. O telefonları var. İndi ben bu SCK Hüseyin hesabında 12 kupaydı. Ben bunu aslında video çekmeyecektim ama həvəsimə düşdüyü üçün bunu kasıram. Yani həvəsimə gəldi. Ona göre ilk önce birinci bunu, yani en az bir çıxarsam 500 kupaya çıxardaram indi. Bu dəqiqə 500 kupaya çıxardaram. Çıxardacağım və bu videoya qəşəng like sayısı gəlsə, buradakı yığdığım kupa yolundakı ödülləri, hədiyələri hələ indi atmayacağım da. Bu video like gəlsin, o video çəkib qoyacağım. Bu videoda atmayacağım. Çünki maraqlı olsun deyə. Başqa bir videoda çəkəcəm. Bu adamların da hamısı botdur, hamısı pusuri. Mən bu oyundan sonra gəldim savaş topu oynamalı. Çünki boş-boşuna vaxtımı aparıram burada. Əməlli başlı boş-boşuna vaxtımı aparıram. Bunlar gəlsə olsun, mən bunları direkt öldürərəm. Hamısı botdur. Həm də mən neçə ildir, 3 ildir Brawl Stars oynadığım üçün Brawl Stars çox pro bir şəkildə oynayıram. Ona görə bunlar botdur. Bot deyil, yüklərini almadan başqalarının üstünə gedirəm. Çünki botda oynamağı da bilmirlər. Botlar oynamağı da bilmirlər. Collet. Gəl də bura, qaçma, nə qarsan? Hə, öldü tay. Hə, öldü. Aha, Poco ilə Brock. Aha. Bu getdi. Aha, o getdi. Aha, Poco. Aha, bu da getdi. Aha, hamısını öldürdü. Aha. İlk kaos hediyemizden 2 tane paranda çıktı, başka da bir şey çıkmadı. Ayda savaş topu atılmayıptı. Savaş topuna bak gəlir, burada gəlir də savaş topunu bize burada verir. Dostlar, bu ilk 2 tane şey atım. Çünkü mənə lazımdır o savaş topunda, yani kupa kasmalıyım. Savaş topunda kupa kasmağım için mənə lazımdır. Ayda, bu ne? Ayda. Karşıda bir tane Frank var, onun adı Hüseyin Shadow'du. Hüseyin Shadow. Mənim də adım Hüseyin'di ama Shadow. Deyəsən o Shadow yazmaq istəyibdim. Hani İngilizce olur ya. Oyunda Brawl Stars'da ikinci olanda kimdensə hesaplaşmaya qalanda orada Shadow yazılır. Ama böyle Shadow yazılır. At da. Saat ortada kalmış. Hele gel 2 saat ortada gezer. Burada ne kadar cazırsan ha. Hayda. Çok şükür bunu kurtarabildin. Çok şükür. Belki de benim tarafımda olanlar desinler de bunu. Benim tarafımda olanlar bunu desin. Oyuna beləsinə bir şey gəlməlidir. Oyuna beləsinə bir şey gəlməlidir ki. Tək VS'li savaş topu atabilək. Tək savaş topunun VS'nin tək olsun da. Bax məsələn, tək VS tək atırıq savaş topu. Beləsin olsun. Mən tək adam olum, qarşıdakı tək adam olsun. Beləsin savaş topu VS sataq. Onda oyun daha tez qurtarar.
Onda oyun daha tez qurtarır, amma eləsinə bir şey də gəlmir oyuna. Ona görə də oyunlar çox gec qurtarır. Jak. Bu da qol oldu. Şak. Okey. Aha, okey, şak. Görək nə gələcək. 2 dənə oyun oynadıq. Neçə kupa? Aha 25 kupa. Size bir şey diyeceğim dostlar. Bakın. Bacımın hesabında hiç inanabilmeyeceğiniz bir şey var. Bir şey var, hiç inanabilmeyesiniz ona. Bakın bacım Edgar'ı 1000 kupaya çıxardıbdı. Özü. Heç məndən kömək almadan özü Edgar'ı 1000 kupaya çıxardıbdı. Ben Edgar'ı bir ildə oynayıram, güclə 1000 kupaya çıxarmışam. Bu 2-3 gün Edgar'ı dayanmadan oynadı. Direkt de çıxartdı 1000 kupaya. 3 gün içərisində. 3 gün içərisində baş verdi. Gəlmişəm buradakı ücretsiz deyirlər də alaq çıxar. Mən Edgar'ı düz 1000 kupaya kasmaq üçün birinci 800 kupaya kastım. Ondan sonrasını çok kasmadığım için yani beləncə oldu. Mən onu bir ildə kasmışam 1000 kupaya. Bu 3 gündə gəldi şak kastı qurtardım 1000 kupa. Mənə dedi ki mən Dynamite 1000 kupaya kasanda o da kasmağa başlamışdı. Ben Dynamite 1000 kupaya kasmağa başladım. O mənə dedi ki Gaga sənin hesabında Edgar 1000 kupadır. Ben dedim hə Edgar'ın 1000 kupadır. Çünkü həqiqətən də 1000 kupadır. Hə dedi ki Gaga sənin hesabında Edgar 1000 kupadır. Ben de dedim hə Edgar 1000 kupadır. Dedi ki mən də Edgar'ın 1000 kupaya kastım. Dedim ki mən də inanmıram. Kas görüm. Ha dedim ben inanmıram. Kas görüm dedim. O da başladı 2 güne kasıp kurtardı. Sonra mən göstərir ki bak kasıp kurtardım. Kasıp kurtardı onu 2 gün. Yok 3 gün içerisinde özü de üçlü hesaplaşma oynadı. Tek hesaplaşma hiçbir zaman oynamadı. Sadece bir kupayla beləsinə 400 kupa arası, bir kupayla 400 kupa arası tek hesaplaşma oynadı. Bir kupayla 400 kupa arası tek hesaplaşma oynadı. Ondan sonra çeşdi 400 kupayla 500 kupa arası da çift hesaplaşma oynadı. 500 kupayla da 1000 kupaya çatana kadar elə full üçlü hesaplaşma oynadı. Ama ben bunu kasanda, ama ben Edgar kasanda. Of gol vur. Harda kalmışım. Ama ben Edgar kasanda ancak full tek hesaplaşma oynadım. Çünkü niye olmasın? Niye olmasın da niye olmasın? Full tek hesap yok. Full tek hesaplaşma oynadım. Çünkü niye olmasın? Çünkü full tek hesaplaşma kastım. Çünkü orada ben çift hesaplaşma, üçlü hesaplaşma falan seçenler ben takım arkadaşlarım çok pis oynuyordu. Həddindən artıq çok pis oynuyordu. Yani takımı neredeyse ben kazanırdım. Ben kasırdım. Ben oyunu kazandırırdım takımda. Hiç ölmeyen adam ben idim. Ona göre. Yani bu adamlar bir işe yaramırdı da. Adi botuydular. Durmuşlar içine. Elə bir adam AFK'dır. Durmuşlar eləsinə mən də şeylədim. Boş-boşuna eləsinə adamlar ölüb. Mənim adamlarım ölüb başqalarına yük verəcəyinə. Yəni oyunu mən daşıyırdım. Ona görə mən də dəyişdim. Bir dəqiqə bu kimdir? Mən də ancaq da hesaplaşmada kastım deyəndə bu kimdir? Sən kimsən qardaşım? Qardaşım sən hardan gəldin? Pervasız Miko diye bir tane adam geldi. %48 kupası var. Şak. Atıldı. Dostum attım qəbul eləmədi. Buralar indi.
Bir şey eləmir. Eləcə durubdu, qalıbdı. Neyse, bu atana qədər mən gedirəm oyuna. Mənim dostluğumu qəbul eləyən mən ona dostluq tutarım. Çünki hesab başqasının yerində ona başqanın olmasına izin vermərəm. Yəni dostluğu heç kim mənə atmasın da, mən özüm atıram ki, istədiyim oyun modunu seçə bilim. Bəlkə girdim savaş topuna, orada hansısa bir adam bot oynadı və ya mənim ürəyim sıxıldı. Onu dəyişərəm, çift hesablaşmaya. Mən ümumiyyətlə az kupalarda onsuz da tek hesablaşmada, çift hesablaşmada botlar adamlardan qaçır. Hə, botlar adamlardan qaçdığı üçün mən direkt az kupalarda direktdən seçərəm. Savaş topunu seçərəm az kupalarda. Az kupalarda savaş topunu seçərəm ki, direktdən elə gedim gol vurum, 2 gol vurum, oyunu qazanım. Sadəcə mən botları keçəndən sonra tek hesablaşmaya falan keçərəm ki, onda adamlar qaçmır da, yəni adamlar pusa oynuyor. Amma yenə də yəni o daha sərfəlidir. Ay, öldüm. Yəni adamlar pusa da oynasa arada adamın qabağına çıxır da. Mən ümumiyyətlə çox kupalı karakterlərimi kasanda heç vaxt yəni savaş topu seçmərəm. Seçərəm makat seçərəm. Ödül avı falan seçərəm, amma savaş topunu seçmərəm heç vaxt. Çünki yəni Mortis oynayanda bəzən seçirdim. Mortis'i 1000 kupaya kastım. Sonradan tam Mortis bir dəfə oynamışdım. Ya bir dəfə ya da 2 dəfə oynamışdım. Sizlə video çəkəndə keçən dəfə seçmişdim deyəsən. Nə vaxtsa video çəkmişdim. Ondan Mortis oynamışdım. Ay yox, mənim ürəyim deyəməyəcək. Bunların hamısını başlayırıq almağa dostlar. Dostlar, başladıq almağa. Haydi. Mənim ürəyim yerində durası deyir. Mən bir şey gördüm, sonra almalıyam. Onu almalıyam. Almalıyam. Ona göre girdik elmas kapmaca. Aha, elmas kapmaca da geldi. Askere. Bir tane karakter. Burada yaxşı olan karakter Dynamite'dı. Bunu onsuz da özünüzdə bilirsiniz ki, 1000 kupaya kasmışdım ben. 1000 kupaya kasmışdım. Ona göre Dynamite'ı daha hamısında yaxşı oynayıram. Of, çıxmadı bir şey. Bir şey çıxmadı. Burada yapılma verəcək bir şey çıxmadı ama neyse. Bunu biraz yükseldi. Aldı. Deyəsən direktdən 11. seviyə eləyəcək. Çünki ən çox kasacağım karakter bu olacaqdı. Aşağı neçə seviyə oldu? Bu səviyyədən yuxarı çıxmadı. 8. 8 seviyə ən yüksək səviyyədir. Burada yəni karakterlər arasında. Buradan ücretsiz olarak seçərəm bunu. Ücretsiz seçərəm. Buradan heç şey ala bilmirəm. Başka buradan da onu kazansaq. Neyse, bu videodan bu kadar olsun. Özünüze yaxşı baxın. Eğer bu yani bir dakika bunlar düzeldi. Eğer bu hesabın yan hesap 3. yan hesap. Bunların 3. yan hesap koydum yani. Karıştırılmasın diye. 3. yan hesabının daha çok videoların gelmesini istiyorsa bunun adını değiştirin. Adını koyun. Yan hesap 3. Yan hesap 3. Ha dostlar, bu hesabın adı yan hesabı 3 olsun. Eğer yan hesabı 3'te oynamağımı istəyirsinizsə, kanala like atıp abone olun. Abone olun, ben de yan hesabı 3. yan hesabda oynayayım.
Eğer yani daha fazla like falan gelmesini istəyirsinizsə və ya mənim ana hesabımda mənlə vs atmaq istəyirsinizsə və ya vs atmaq istəyirsinizsə və ya mənlə birləşib kupa kasmaq istəyirsinizsə baxın, kare kodum bu kare koddur. Bu kare kodu postlarda yani YouTube'da video koyduğumuz yer var ya. Orada post diye bir yer var. Orada paylaşacağım bildirimlerde. Şehrine çektim. Ha, bunu paylaşacağım. Benim de burada yazdıqda YouTube yok. Brawl Stars hesabım, ana hesabımın da ID'si budur. Burada verilibdir. Bakın yazılıb. Legend Grand Hüseyin. Eğer mənlə Brawl Stars oynamaq istəyirsinizsə, bu ID və ya kare kodu tarayıb mənlə Brawl Stars oynaya bilərsiniz. Və mənə buradan dostluq hər kim atsa qəbul eləyəcəm. Qəbul eləyəcəm və mənə yazarsınız ki, mən sənin takipçinəm. Mən də sizlə oynayarım. Özünüzə yaxşı baxın. Bye bye.